Salam əziz şagirdlər, mən MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi Sevil Məmmədova. Deməli şagirdlər, ekranda gördüyünüz kitab həm müəlliflərindən biri olduğum 9-cu sinif buraxılış imtahanına hazırlaşanlar üçün test toplusudur. Bu test toplusunda 2300 mövzu testi, eyni zamanda 10 ədəd sınaq yer alıb. Bu test toplusunu 9-cu sinif şagirdləri ilə yanaşı, eyni zamanda 7 və 8-ci sinif şagirdləri rahat şəkildə istifadə edə bilər. Bu test toplusunun xüsusiyyəti nədən ibarətdir? 2300 mövzu testi və 10 ədəd sınaq sırf buraxılış imtahanına uyğun olaraq hazırlanmışdır. Və siz də növbəti illər üçün təşkil olunan 9-cu sinif imtahanında yüksək nəticə əldə etmək istəyirsinizsə, bu kitabı istənilən kitab mağazalarından əldə edə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Deməli uşaqlar, indi bu kitabdan biz çevrə mövzusuna aid 5 sual izahına baxmalıyıq. Deməli, baxaq. 33-cü sualda bizə nə deyir? Deyir ki, SAY bucağı 30 dərəcə, SEN gövsü 120 dərəcə olarsa, BMD gövsünü deyir tapın. Sırf bu tapşırıqla bağlı bizim düsturumuz var. Hansı ki, bucaq SAY bərabərdir. SEN gövsü çıxılsın, BMD gövsü bölünsün 2. Bizdə SEN gövsünü 120 dərəcə verib, BMD gövsünü soruşur, bölünsün 2, bərabər SAY bucağı, yəni 30 dərəcəyə. 120 dərəcə çıxılsın BMD gövsü, bərabər 2-ni 30-a çarpaz vursaq 60 dərəcə. BMD gövsünü tapmaq istəsək isə, 120 dərəcədən 60 dərəcəni çıxarıq və cavab 60 dərəcə olar. Doğru cavab Y variantı olacaq. Növbəti sual, 37-ci suala baxaq. Kəsişən vətənlər düsturu bizə deyir ki, verilmiş çevrədə AB və CD vətənləri O nöqtəsində kəsişir. Bununla bağlı bizim düsturumuz var. AO vurulsun OB bərabər CO vurulsun OD. Bizdən soruşduğu AO-dur. OB-nin ölçüsünü 4 verib, CO bizdə 3-dür, OD isə 12-dir. AO bərabərdir. 3 vurulsun 12 bölünsün 4. 12 ilə 4-ü 4-ə ixtisar eləsək, aşağıda 1, yuxarıda isə 3 qalır. AO-nu tapmaq üçün 3-ü 3-ə vurarıq, cavab 9 olar. Deməli, doğru cavab Y variantı olacaq. Gəlin, növbəti suala baxaq. Baxa bilərik 52-ci suala. Burada kəsənlər arasında əlaqə düsturumuzdan istifadə edərək X-i tapa bilərik. Hansı ki, bu düstur AB bərabərdir, daha doğrusu AB vurulsun AC bərabər AD vurulsun AY. Bizdə AB 4-dür, AC isə 4 ilə 8-in cəmi 12-dir. Bizdə AD 3-dür, AY isə 3 ilə X-in cəmidir. 3 vurulsun, 3 üstəgənsin X bərabər 4-ü 12-yə vurduğumuz zaman 48 alırıq. Vuruqlardan birini tapmaq üçün hasili digər məlum olan vuruğa bölsək, 48-i 3-ə bölərik, 16 cavabını alarıq. Toplananlardan birini tapmaq üçün cəmdən digər məlum toplananı çıxdığımız üçün 16-dan 3-ü çıxarıq, 13 alarıq. Doğru cavab Y variantı olacaq. Gəlin baxaq, növbəti sualımız 91-ci suala. Bizə deyir, çevrə üzərində götürülmüş A, B, C nöqtələri çevrəni A, B, B, C və A, C nisbətində və bu da 2, 7, 6 nisbətində hissələrə ayırıb. Böyük gövsün dərəcə ölçüsünü soruşur. Bir çevrə seçək. Bu çevrənin üzərində ABC nöqtələrinin qeyd olunduğunu deyir bizə. A-dır, B-dir və bu da C-dir. Bu qövs 2-7 nisbətində 2-7-6 nisbətində bölündüyü üçün 2K 7K bu da 6K. Belə qeyd eləsək və ümumi olaraq da 360 dərəcəyə bərabər olduğu üçün bu ölçü 2K üstəgəl 7K üstəgəl 6K bərabər 360 dərəcəyə. 2, 7 və 6-nı toplasaq 15-ə bərabər olar. 15K bərabər 360 dərəcə. K-nı tapmaq üçün
360-ı 15-ə bölərik, cavab 24 dərəcə olar. Və bizdən hansı qövsü istəyir? Böyük qövsü. Təbii ki, böyük qövs 7K-ya aid olan hissədir. 7K. K-nı biz 24 tapdığımız üçün 7-ni 24-ə vurarıq. Cavab 168-ə bərabər olar. Deməli, doğru cavab D variantı olacaq. Baxaq növbəti bir maraqlı suala. Məsələn, baxa bilərik 98-ci suala. Bizə O mərkəzli çevrədə AB və AC toxunanlarını veribdir. Bizdən A-nı soruşur. Uşaqlar, yadınızda saxlayın. Bir nöqtədən çevrəyə toxunanlar çəkilibsə, bu toxunanlar bir-birinə bərabər olur. Yəni, burada biz artıq qaydaya əsasən bilirik ki, AB toxunanı AC toxunanına bərabərdir. Yəni, 4A üstəgəl 10 bərabər olacaq 3A üstəgəl 18. 4A çıxılsın 3A bərabər 18 çıxılsın 10. Biz buradan 4A-dan 3A-nı çıxdıqda A tapırıq, 18-dən 10-u çıxdıqda 8 tapırıq. Deməli, doğru cavab olacaq C variantı. Deməli, əziz şagirdlər, siz də imtahanlarda yüksək nəticə göstərmək istəyirsinizsə, MHM abituriyent şöbəsi ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz. Nömrəni qeyd edirəm. 077 394 14 24. Hər birinizə uğurlar.